Belə kamera ilə çəkilmiş flash effektini necə əldə etmək olar? Korona kamera yaradırıq. Kameranın əsas ayarlarından biri focal millimetri çoxaldırıq. 75-85 mm arası qoyuruq, çünki bizim kadrımız close-up effektindədir. Həmin effekti əldə etmək üçün bizə bir dənə Corona Light lazım olacaq. Sırf bu effekti əldə etmək üçün adətən Corona Light-ı kameranın arxasına qoyuruq. Sadəcə otağımız balaca olduğu üçün kameranı məcbur çölə çıxartmışam və işığı çölə qoya bilmirəm. Ona görə maksimum kameraya yaxın olmalıdır. Yəni ikisi də eyni istiqamətdə olmalıdır və işığın əsas ayarlarından olan effekti əldə etmək üçün directional, yəni bizim vurma bucağımızdır. 0.6, 0.7 səhnənizə uyğun olaraq artıq onu düzəldirsiniz. Məndə 0.6-dır. Maksimum sıx bucaqda işıq vuracaq. Gəlin interaktiv renderimizi açaq və görək nə olur. Və artıq görürük ki, bir light həmən effekti yaratdı. Corona Light-da directional. Bunu 0 edəndə görürük ki, sadəcə işıq kimi yayılır. Bunu çoxaldanda görürük ki, projektor kimi bir nöqtəyə vurur. Renderimizə biraz da dərinlik qatmaq üçün kamerada depth of field, yəni bokeh effektini əldə etmək üçün bu parametrləri aktiv edirik. Enable və override focus. Burada obyekti seçirik. Bizim fokusda olan obyektimiz dovşandır. Onun üzərinə klik edirik və dovşanımızı seçirik. Və görürük ki, artıq dovşandan kənarda olan obyektlərimiz bulanlıq görsənir, yəni blur olur. Dovşanımız isə fokusda qalır. Bu kadra daha da çox canlılıq verir. Sən də maraqlı kadrlar və qeyri-adi renderlər yaratmaq istəyirsənsə kanalımıza abunə ol. Yeni dərslərimiz